Əgər ən azı 10 illik sürücülük təcrübəniz yoxdursa, Çinin Chunqing şəhərində sükan arxasına keçməyi ağlınızdan belə keçirməyin. Əks halda işıqforları anlamağa çalışarkən azıb qalacaqsınız. Bəzi küçələrdə yan-yana 9 işıqfor, bir yol kəsişməsində isə 20-yə qədər müxtəlif nişan görə bilərsiniz. İşıqforları uğurla keçdiniz, əla. İndi isə ən qorxulu məqam gəlir. Bir-birinə dolanmış yoxuş və enişlərlə tam sürətlə hərəkət edərkən yönləri səhv salmadan geriyə dönməyə çalışmaq. Bütün bunlar küçələrin dağlar və uçurumlar üzərində qurulduğu bir şəhərdə baş verir. Huan Siu Wan yol qovşaqları 5 mərtəbəli struktur və 20-dən çox çıxış yolundan ibarətdir. Sanki bir hava labirintidir və azmaq çox asandır. Hündürlükdən qorxursunuzsa, yaxşısı yuxarı çıxmayın. Təpədən baxanda adamın başı fırlanır. Hərəkət zolağında edilən bircə səhv isə saatlarla vaxt itkisi deməkdir. Burada maşın sürmək sadəcə nəqliyyatı idarə etmək deyil, polad kimi möhkəm əsəblərə sahib olmaq deməkdir.